İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın ötən gün verdiyi açıqlama geniş müzakirə olunur. Qalibaf deyib, ABŞ və İsrail region ölkəsi vasitəsilə İran adalarından birini işğal etməyə hazırlaşır. Əgər belə bir addım atılarsa, həmin ölkənin bütün infrastrukturu heç bir məhdudiyyət olmadan hədəfə alınacaq. Bu sərt xəbərdarlıq bir daha diqqəti Hörmüz boğazına yönəldib və iki tərəfli sual ortaya çıxarıb. Hansı ada və hansı ölkə? Qalibafın bu xəbərdarlığı onu göstərir ki, İran ABŞ-İsrail cütlüyünün Hörmüz boğazındakı hansı adanın, hansı körfəz dövlətinin köməyi ilə hədəfə alınacağını bilir. ABŞ xüsusi təyinatlı qüvvələrinin bölgəyə yerləşdirilməsi davam edir. Lakin ABŞ-nin işğal planı ilə bağlı heç bir əlamət yoxdur. Günlərdir ki, Hörmüz boğazının digər tərəfində, Bəsrə yaxınlığında yerləşən Xark adasında ABŞ-nin hava əməliyyatı keçirəcəyi müzakirə olunur. Mövcud təhlillər və proqnozlar Hörmüz boğazındakı əsas tranzit dəhlizinin yaxınlığındakı 3 adaya işarə edir. Bu 3 ada Böyük Tumb, Kiçik Tumb və Əbu Musadır. Həmin adalar strateji əhəmiyyətə malikdir. Hörmüz boğazına daxil olan və çıxan tankerlər və gəmilər bu adaların arasından keçir. Bütün gəmi hərəkəti bu adalardan idarə olunur, izlənilir və diqqətlə qorunur. Mülki əhalinin sayı bir neçə yüz nəfərdən çox deyil. Hər üçü hərbi baza hesab edilə bilər. Hər üç ada faktiki olaraq İranın nəzarət altındadır. Bununla belə Birləşmiş Ərəb Əmirlikləri də bu adalara iddia edir. Hələ Şah dövründə 1971-ci ildə bu adalara faktiki olaraq nəzarət edən İran Molla rejiminin hakimiyyəti dövründə onlara tam nəzarəti ələ keçirib. Birləşmiş Ərəb Əmirlikləri İranın bu adaları ondan uğurladığını iddia etsə də, bu barədə nəsə etməkdə acizdir. Bu üç adanın hər birinin sahəsi maksimum 12 kvadrat kilometrdir. Böyük Tumb və Kiçik Tumb adaları tranzit dəhlizinin şimal tərəfində, yəni dar dəhlizin İran tərəfində yerləşir. Əbu Musa adası dəhlizin digər cənub tərəfindədir və coğrafi cəhətdən Birləşmiş Ərəb Əmirliklərinin Şarja əmirliyinə daha yaxındır. Onlar təxminən 60 kilometr məsafədədirlər. Hazırki şəraitdə Əbu Musa adası ABŞ-İsrail cütlüyü üçün daha əlverişli görünür. Adanın Birləşmiş Ərəb Əmirliklərinə yaxınlığı arxa cəbhə bölgələrinə logistika axınlarını və digər dəstəyi asanlaşdırır. Açıq mənbələrə danışan ehtiyatda olan ABŞ kəşfiyyat zabitləri də Birləşmiş Ərəb Əmirliklərinin Əbu Musa adasını geri almaq üçün ABŞ-İsrail ittifaqı ilə əməkdaşlıq edə biləcəyinə inanırlar. İran üçün Tumb adalarından daha uzaq məsafəsi onu qorumağı bir qədər çətinləşdirir.